Azərbaycanın sülh missiyalı olduğunu dəfələrlə dövlət başçısı etiraf edib, bəyan edib. Elə bu yaxın günlərdə Almaniya prezidentinin Bakı səfəri zamanı da Azərbaycan dövlət başçısı faktlarla sadaladı ki, Azərbaycan bölgədə, regionda sülh istəyir və hər hansı bununla bağlı istənilən şərtlər var və o şərtlər hamısını Ermənistan qəbul edib və bilir. Çox maraqlıdır ki, Ermənistan tərəfindən hələ ki, baxmayaraq ki, bütün şərtlər, bütün bəndlər artıq razılaşdırılıb, amma əməli bir addım görmürük. Sizcə, bax, Ermənistanın bax, bu sülhlə bağlı bəyan etmələri, amma geri çəkilmələri bəzən də. Bax, bu nədən xəbər verir? Niyə Ermənistan sülh, dayanıqlı sülhün əldə olunmasından çəkinir? Nədir onları qorxudan? Mən deyərdim ki, əgər Ermənistanda müstəqil siyasət yürütmə iradəsi, çox demirəm, heç olmasa 50% Azərbaycanın iradəsinə, belə deyək, Azərbaycanda olan iradəsindən olsaydı, bəlkə də bu proseslər başqa cür gedərdi. Bəli. Yəni, biz bilirik ki, Ermənistan bugün çəkən bəlalar, ümumiyyətlə, əgər biz tarixə baxsaq, Ermənistanın burada bir dövlət kimi qurulması, daha istəmirəm o tarixi aspektlərə gedim. Bizim hörmətli tarixçilər, siyasətçilər bu haqda çox geniş, belə deyək, maarifləndiriblər bizim tamaşaçıları, o cümlədən sizin kanal vasitəsilə də mən bunu müşahidə etmişəm. Ancaq ki, bütün bu proseslərdə məhz, belə deyək, bu müstəqil ola bilməməsi. Müstəqil ola bilməməsi artıq demək olar ki, onların o qanında olan faşizm, belə deyək, amilləri o qədər inkişaf etdirib ki. Ona görə də bugün Ermənistan əgər kimə aydın deyil ki, lap savadsız bir, belə deyək, siyasətdə savad olmayan bir adama da, sadə bir adama desək ki, yaxşı, Azərbaycan sülh istəyir, sülh bağlandı, orta dəhliz açıldı, Zəngizur dəhlizi açıldı və oradan Ermənistan demək olar ki, heç əllərini sadə dillə desək, cibinə salıb pul qazanır. Yəni, orada gedən tranzit imkanları bütün Ermənistanın inkişafı üçün bəsdir. Çökmüş iqtisadiyyat. Bəli. Bundan qeyri Türkiyənin mövqeyi, sərhədlərin açıla bilməsi, Türkiyə kimi zəngin bir dövlətlə, Azərbaycan kimi zəngin bir dövlətlə dostluq, əminamanlıq və bu şəraitdə inkişaf etməsi, hətta cənab prezident çıxışların birində Baku-Ceyhan xəttinin Ermənistandan keçsəydi daha, belə deyək, az vəsait tələb olunardı. Ancaq bugün Gürcüstan qazanan o dividendləri, o tranzit imkanlarından faydalanması bunu Ermənistan da eləyə bilərdi və o daha da imkanlı bu coğrafi yerləşməsi daha da, belə deyək, bunun üçün əlverişlidir. Ancaq bütün bunlardan erməni xalqı, belə deyək, mərhum olub. Niyə? Ona görə ki, onun havadarları Ermənistan dövlətinə gətirilən şəxslər də o ya bu havadarların, o ya bu güclərin sifarişini yerinə yetirməli olub. İndiyə kimi şimal qonşunun sifarişləri yerinə yetirirdi. İndi üzünü tutub, belə deyək, başqa bir havadarlar axtarır. Ancaq o havadarları axtarsa da bugün Paşinyanın sürütdüyü, belə deyək, bu mövqeyi bu region üçün çox təhlükəlidir. Ona görə ki, birincisi söz sahibi deyil. İkincisi, bugün dediyini sabah imtina eləyə bilər. Dördüncüsü, gəh Rusiyaya üzünü çevirir, gəh qərbə üzünü çevirir. O günə baxan kimi. Ha tərəfdə gündə, o tərəfə də var. Hardan verirlər nəsə, orada üzünü çevirir. Yəni bu siyasətin bu qədər ikiyüzlü olması və bu qədər, belə deyək, dəyişməsi bu region üçün təhlükədir. Ona görə də Ermənistan
dildə sülh deyəcək və hətta bilirsiniz bir vaxtı var idi, yadınızdadırsa bəndləri sayırdılar. 5 bəndi razılaşdırdıq, nə bilim filan belədə. Axır ikisi qaldı. Sonra artıq o bəndlərin yarısından sonra başladılar faizə çevirməyə. 60% razılaşdırıb, 80% yarılaşdırıb. İndi bu saat 17 bənddə razılaşdırıb, ancaq əsas şeyi razılaşdırılmayıb. Əsas şey əldə edilməyib. Azərbaycan qələbə qazanandan sonra birinci deyilən belə deyək o təkliflərin içində və ümumiyyətlə Azərbaycan öz mövqeyini bildirərkən iki strateji belə deyək əhəmiyyətli şərt qoymuşdu. Biri Minsk qrupunun dağılması, ləğv edilməsi, ikincisi də ki konstitusiyasından dəyişilməsi və Azərbaycana qarşı olan arazi iddiaları belə deyək o qanundan çıxarılma, əsas qanundan çıxarılması. Bunlar olmadan istər 17 bənd olsun, istər 77 bənd olsun, hamısı razılaşsa da əsas strateji məqamlar razılaşdırılmayıb. Və cənab prezident Almaniyanın prezidenti ilə görüşdə də çox açıq aydın dedi. Əgər Minsk qrupunun ləğvinə Ermənistan qol çəkmirsə, bəlkə onun müəyyən bir niyyətləri var. Bəli. Yəni səbəb olmalıdır. Mən niyə buna qol çəkmirəm? Niyə mən bu müraciəti eləmirəm? Əgər bu Minsk qrupu demək olar ki, artıq öz əhəmiyyətini itirib. Bəli. Missiyası demək olar ki, itirib. Bu ölü bir missiyadır. Bəli. Ancaq buna baxmayaraq ki, onu reanimasiya eləmək istəməyi Ermənistanın biz meylini görürük. Əgər reanimasiya eləmək meyli varsa və bunu dondurulmuş halda saxlayırsa, deməli işğal niyyətli hansıdırsa gələcək planlardan danışır. Və onun silahlanması və digər mövqeylər, atəşkəsin son zamanlar mütəmmədi olaraq pozulması, bunlar hamısı onu göstərir ki, bu bir planın tərkib hissəsidir. Digər məsələ də əlbəttə konstitusiyanın dəyişdirim. Nədir ki, 5 ilin ərzində indiyə kimi konstitusiyanın dəyişilməsini hələ deyirlər atır. 2 ildən sonra, nə bilim 2 il keçəndən sonra bəlkə yenə 2 il olacaq. Onu heç kim deyə bilməz. Əlbəttə. Ona görə də düşünürəm ki, Azərbaycanın silahlı qüvvələrin ali baş komandanı olaraq Azərbaycan Respublika prezidenti cənab İlham Əliyev məhz Azərbaycanın müdafiə və təhlükəsizlik baxımından həmən bu Ermənistanın tutduğu mövqeyi və Ermənistanın havadarların Ermənistanı istiqamətləndirmə istiqamətini qiymətləndirərək bugün Azərbaycanın müdafiəsi və təhlükəsizlik baxımından çox mühüm addımlar atır.